Maqnit sahəsi, maqnit induksiyası. Necə? İnduksiya bizim axırıncı vektora kəmiyyət idi. Maqnit induksiyası B, induksiya axırıncı vektora kəmiyyət. Maqnit. Uşaqlar, hamımız maqnit istifadə etmişik, görmüşük. Etməyən var mı? İstifadə etməyən, görməyən varsa desin. Normal maqnitdir. Maqnit iki tip olur. Sabit maqnit və dəyişən maqnit. Alınan proses. Sabit maqnit odur ki, zaman keçdikcə, illər keçdikcə dəyişmir. 20 il, 30 il, 40 il, 50 il də qalsa gedirsən, görürsən ki, yapışır bu dəmrə. Aydındır. Qoparırsan, uşaqlıqda qoyduğumuşuz, olduğu kimi orada qalır. Yəni, buna sabit maqnitdir. İllər keçib öz funksiyası itirməyib. Tapılma prosesidir, yerdən çıxma prosesidir və s. belə. Buna sabit maqnit deyil. Həmən o sabit maqnit əslində iki qütbdən ibarətdir. Maqnit, ümumiyyətlə. Biz düz formada, nal formasında olur, düz formada olur, yumru formada olur, cürbəcür maqnitin formaları var da, fərq etməz. Maqnitin bir tərəfi N qütbüdür, digər tərəfi S qütbüdür. Bir tərəfə şimal, digər tərəfə cənub qütbləri. İngilizcə nə deyirlər? Şimal və cənub qütbləri. Bunlar uşaqlar. Yerdən çıxartmayaq. N, S. Yanına gətirdiyimiz, bu da N, S olsa bunlar bir-birlərini itələyirlər. Və ya S gətirsək, bunlar bir-birlərini itələyirlər. Ancaq N, S, yanına gətirəcəyimiz maqnit S, N olsa, bunlar bir-birlərini nə edəcəklər? Cəzb edəcəklər. Aydın olur, maqnit cəzb edər və ya itələyər. Doğrudan arxa üzünü çevirmişsiniz, görürsünüz, bir-birini itələyir. Çünki onlar eyni qütüblüdürlər, itəliyirlər bir-birlərini. Aydındır. Eyni qütb olsa, onlar itəliyir. Müxtəlif qütb olsa, onlar bir-birlərini cəzb edirlər. Maqnit parçalanarsa, qoparsa, 50 yerə, 100 yerə də parçalasınız. Öz maqnit xüsusiyyətini bərpa edir. Yəni, şimal-cənub qütblərini bərpa edir. Aydın olurmu? Parçalasa, xırda-xırda da etsək, yenə də şimal-cənub qütblərinə bölünəcək. Biz yəni bir dənə maqniti götürək, olsun N qütbü, S qütbü və parçalayaq və elə parçalanan uşaqlar N, S, yenə N və S yapışır. Bu formada parçalasaq, yenə də eyni qütblərinin formasını almalı olacaq. Bəs yaxşı, maqnit tək maqnitdən mi ibarətdir? Xeyr. Maqnit tək maqnitdən ibarət deyil. Maqnitin ətrafında bir sahə var. Niyə uzaqdan özünü cəzb edir? Niyə yaxınlaşdığım zaman itələməyə çalışır? Demək ki, maqnitin ətrafında bir sahə var. Həmən sahə maqnit sahəsidir. Maqnitin ətrafında bir sahəsi var. Həmən sahəyə biz maqnit sahəsi deyirik. Məsələn, N qütbüdürsə, S qütbüdürsə, ətrafında bir sahə yaradır. Həmən sahəyə maqnit sahəsi, onun seçilən xətlərə maqnit qüvvə xətləri və ya bizim dediyimiz induksiya xətləri deyilir. Uşaqlar, N-dən çıxar, S-ə daxil olar. Xətlər. N-dən çıxır, S-ə daxil olur. N-dən çıxır, S-ə daxil olur. Xaricdə bu proses belədir. N-dən çıxır, S-ə daxil olur. Ancaq daxildən isə S-dən N-ə doğru gedir. Aydındır. Fikir verin, Əli. Buradan çıxır, gəlir, bura daxil olur və buradan təzən davam edir. Və proses elə bir forma alır ki, bu formada davam etdiyi üçün maqnit sahəsi burulğanlı sahə adlanır. Qapalı sahə adlanır və burulğanlı sahə adlanır. Qapalıdır. Başlayır, təzən həmən nöqtəyə qayıdır. Buna qapalı sahə deyirik. Burulğanlı da ki, davamlı proses olaraq burulğanlı şəkildə davam edir. Burulğanlı sahədir. Qapalı sahədir. Elektrik sahəsi açıq sahədir. Sonsuzluqdan gələr,
mənfidirsə, müsbətdirsə, yəni varsa mənfi gedəcək, yoxsa sonsuzluğa çıxıb gedəcək. Və ya mənfidirsə, müsbətdən gələcək, yoxsa sonsuzluqdan çıxıb gələcək. Amma maqnit elə deyil. Maqnit qapalı sahədir. Aydındır. Düzdür. Maqnit də cəzb etməsi tələməsi var, elektrikin də cəzb etməsi tələməsi var, amma fərqli cəhəti açıq sahədir, qapalı sahədir. Uşaqlar. Bu maqnitin formasıdır. Hər zaman unutmayın, daxildən esən enerjidir. Tez-tez bizim qarşımıza çıxacaq maqnit xüsusiyyətləri daxili maqnit xüsusiyyəti olacaq. Paxlavaya oxşuyur. Bax, bu formadadır. Buna paxlavaya bənzəyir. Bu maqnit daxili maqnitdir. Bu küncləri yoxdur deyə xarici maqnit deyə bilmirsiniz buna. Xarici çıxa bilir. Ona görə uşaqlar, bura S, bura N-dirsə, xəttimiz S-dən N-ədir. Buna da deyirik daxili maqnit. Hətta çıxartmayın. Daxili maqnit. Aydın olur, başa düşürük. Buna biz daxili maqnit deyirik. Və tez-tez bu çıxacaq qarşımıza. Xəttimiz ki, bu B. Bu xəttlərini görürük. Bu maqnit induksiya xəttləridir. B vektorial kəməyimizdir. B induksiya xəttləridir. Bax, bu da. Hardan hara olacaq? S-dən N-ə. Amma halbuki burada nəydən nədir? N-dən S-ədir. Arzu başa düşürük. Bax, normal prosesdə N-dən S-ədir xaricdən, amma daxildən S-dən N-ə doğru axım edəcək. Bu isə aydın oldu mu? Yer kürəsi özünü də maqnit xüsusiyyəti kimi aparır. Yer kürəsi özünü maqnit xüsusiyyəti kimi aparır. Əlbəttə ki, yerin şimal qütbü var, cənub qütbü var. Cənub qütbü var. Yenə eyni ilə şimaldan çıxan cənuba bu formada gələr. Buradan da təzədən bura doğru gələr. Aydındır. Bu formada gələr. Yenə daxildən S-dən N-ə doğru gedir və yeri tor təbəqəsi kimi bürüyər, yerə gələcək zərərli maddələrdən, güneşdən gələcək elektromaqnit dalğalarından, fərqli dalğalardan yer kürəsini qoruyur. Demək olar ki, bir xeyli kömək dəstək olmuş olur və gələn bu işıqları qaytardığı üçün göydən qütb işıqları əmələ gətirir. Qütb işıqları görürsünüzmü? Norveçdə filan bəzəli buludlar əmələ gəlmiş olur göydə və açıq mavi rənglər, yaşlı rəngdə. Bu formada buludlar əmələ gəlir. Bu qütb işıqlarının əmələ gəlməsi məhz bu maqnit sahəsində işığın qayıtmasına görədir. Bu sabit maqnitdir. Keçək və dəyişən maqnitlərdir. Uşaqlar, sizin sabit cəryan dərsi keçəndə dedik ki, cəryan axın naqildə 3 hadisə baş verir. 1. Qızma. 2. Kimyəvi. 3. Maqnit təsiri. Bunun biri həmişə olur. Hansıydı o? Qızma. Maqnit təsiri. Qızma ki. Xeyr, naqil həmişə qızmaya bilər. Həmişə qızmaya bilər. Topumuz bəzən qızır, bəzən qızmır. Aydındır. Amma maqnit həmişə olur. Maqnit təsiri həmişə olur. Biz bunu naqil düşünək, tok düşünək, naqil düşünək. Əgər naqil axırsa, ətrafında sən demə maqnit sahəsi olur. Amma biz bunu hiss etmirik. Bunu ağır maqnitlər içərisində daxil etdiyimiz zaman bunu hiss edirik. Yoxsa belə hiss etmirik. Ətrafında bir sahə yaranırmış. Həmən sahə maqnit sahəsiymiş. Atilla. Toka qoşduğumuz zaman yaranır. Tokdan çıxartdığımız zaman isə yoxa çıxır. Buna elektromaqnitlər deyirlər. Ağır yükləri qaldırmaq üçün elektromaqnitlərdən istifadə olunur. Ağır yükləri qaldırmaq üçün elektromaqnitlərdən istifadə olunur. Ağır maqnitləri qaldırmaq üçün, yükləri qaldırmaq üçün elektromaqnit. Görmürsünüz, gedir konteynerin üzərinə top yapışır, aparır. Bunu yapışdırdıq, biz bunu nətər qopardarıq orta? Tokdan ayrı kimi bıraxır. Aydındır. Yəni, rahat ayrı bıraxır, yavaşdan sonra da gedir təzən götürür, maşınları götürür, aparır, bıraxır. Yəni, maqnitin forması, maqnitin normalda xüsusiyyətləri var, onları birazdan baxacaq. Demək ki, sabit maqnit. Nə zaman dedik, o çeşid, dəyişən maqnit. Nə zaman yaranır? Naqillərin üzərində. Toka taxıldığı zaman yaranır. Tutaq ki, cəryanımız hər hansı bir istiqamətdə axır. Bu istiqamətdə axır. Baxın, uşaqlar, ətrafında, bax, bu formada burğul qaydası kimi burulğanlı bir sahə yaradır. Həmən sahə o maqnit sahəsidir, uşaqlar. Bax, bu formada bu xətlərimiz ki var, bu burulğanlı xətlər. Bu maqnit induksiya xətləri.
xəttləridir. B hərfinə işarə edirik. Vektorlar cəmiyyəti nə xəttlər olur? Maqnit induksiya xəttləri. Bəzən də buna qüvvə xəttləri də deyirik uşaqlar. Bizim indi baxacağımız məsələ burada budur ki, cəryanın ətrafında bu xəttlər hansı istiqamətdə dönür? Bu bizim üçün bağlıdır. Biz bütün işimizi bunun üzərinə vuracaq. Cəryan hansı istiqamətdə axanda, ətrafında maqnit induksiyası hansı istiqamətdə dönür? Tutaq ki, cəryanımız bu tərəf axır. Biz deyirik görək xəttlər saat əqrəbi istiqamətdə fırlanır, yoxsa saat əqrəbinin əks istiqamətdə fırlanır. Bu, saat sivri burğu qaydası ilə təyin olunur. Burğu üsulu deyirlər uşaqlar buna. Burğu qaydası ilə təyin olunur bu formada. Yəni, belə bir formadadır. Elə ki, bunu bu tərəfə belə fırlatdığımız zaman o şurup bağlanan ki, bağlayırsınız da belə, krantı bağlayırsınız, bolt bağlayırsınız, fərq yox, ona bənzəyir. O bağlanan tərəf induksiya xəttləridir, gedişdəki cəryandır. Yəni, bu istiqamətdə cəryan hərəkətidir, bunların da bu istiqamətdə hərəkəti B induksiyasıdır. B induksiya bir növü cəryana perpendikulyar formada hərəkət edir, gedir. Həqiqətən də baxdığımız zaman bu hissələr perpendikulyar olaraq uşaqlar hərəkət edir, gedir. Yəni, maksimal qiymət alması üçün rezon olaraq baxacaq, perpendikulyar olaraq hərəkət edir, gedir. Amma bəzən bunu uşaqlar tuta bilmir, sağ sivri burğu qaydasını təyin edə bilmir. Ona görə yaxşı bir metod var, sağ əl qaydası. Sağ əl qaydası necə olur uşaqlar? Ki, biz tez-tez bu qaydaları öyrədəcək. Xeyr. Sağ əl qaydası necədir? Sağ əl qaydası belə olur. Baş barmaq cəryan istiqamətidir. Bu cəryandır. Baş barmağımızı cəryan istiqamətində tuturuq. Dörd barmağımız ise induksiya vektorudur. Girir, çıxır, daxil oldu, çıxdı. Bax, tutaq ki, bu nadir qəbul edirsiniz. Baş barmağım bu istiqamətdədir. Baba, buradan girdi, buradan neynədir? Çıxdı. Daxil oldu, çıxdı. Daxil oldu, çıxdı. Bax, bu giriş hissəsidir. Bu hissəsi isə çıxış hissəsidir. Giriş hissəyə x, çıxış hissəyə nöqtə kimi baxırıq. Paltar tikən verir ki, ilə gedib gəlmiş kimi vəziyyət də alır. Aydındır. Giriş və çıxış. Zavr. Burada sən var. Narahatsan sanki biraz. Aha. Daxil olur, çıxır. Daxil olur, çıxır. Tutabilirikmi? Və yaxud da ki, belə baxarıq. C'dən hara doğru axır indi? Sağa doğru axır. Doğrudumu? Fikir verək. Baş barmağın cəryan istiqamətdə induksiya. İndi buradan daxil olur, buradan çıxacaq. Baxın, xahiş edirəm, ancaq əllə işləyəcəksiniz. Əllərinizi işlədir, öyrəşdirir. Başa düşün, yoxsa bunu tutanmazsınız, yəni durub üzümüzə baxmaq üçün deyil. Yəni, siz imtihanda da belirləyəcəksiniz, belə, qəribə, sağa sola. Yəni, biz 200 dərs, ancaq sağa sola ilə işləyəcək. Ona görə də əllərinizi işlədir, yoxluyur, narahat olmayın. Yəni, daxil olur və çıxır. O da buradan daxil oldu. Bax, burada neynədir? Çıxdı. Bunun daha rahat bir metodu da var. Sağ sivri burğu qaydasını bilməmişəm. Sağa qaydasını da bilir. Amma bundan daha rahat da bir yolu var. Cəryan hara doğru axırsa, özünüzü o tərəfə tərqibə tuşlayın ki, məsələn, cəryan bu istiqamətdə axır, sağınız x, solunuz nöqtə olsun. Cəryan hara doğru axır? Bu istiqamətdə. Sağı x, solu nöqtə. Cəryan hara doğru axır? Sağı x, solu nöqtə. Cəryan hara doğru axır? Yuxarı. Sağı x, solu nöqtə. Təsəvvür edə bilirik. Cəryan aşağı axır. Sağı x, solu nöqtə. Bu da daha rahat bir metoddur. Yəni bu forma. İndi baxa bildik. Bax, sağa axdı, sola axdı, aşağı axdı, yuxarı axdı. İki istiqamət qaldı cəryanın. Məndən sizə doğru, sizdən mənə doğru. Cəryanın istiqamət. Bu induksiya vektorlardır, bu x nöqtələr, yəni B-lərdir. Qaldı hansı iki dənəsi? Bizdən şəkil müstəvisinə doğru cəryan gedir. Bizdən şəkil müstəvisinə doğru gedirsə, bunu x kimi qəbul edirik. Bu cəryandır, yanına cəryan işləyir. Şəkil müstəvisindən bizə doğru gəlirsə, nöqtə kimi qəbul edirik.
Təsəvvür edə bilirik. Başa düşürsən? Yenə də. Amma burada indi məcburuq ki, yenə sağ əl qaydasını istifadə edək. Bunu da rahat edin. Baş barmaq hara doğrudur? Cəryan istiqamətdə. 4 barmaq induksiya. Və salam. Baş barmaq bu tərəfdə, 4 barmaq induksiya. Bax, belə gələcək, həmişə də toxunan istiqamətdə yönəlir. Baxın, bu formada yönələcək. Hələ bir şey başa düşürsən? Nöqtədir. Cəryan hara doğru axır? Bizə doğru. Mən buraya yazıram ki, bax buna yazıram ki, bizdən şəkil müstəvisinə. Buraya yazıram ki, şəkil müstəvisindən hara doğru? Bizə doğru. Hə? Şəkil müstəvidə. Özünüzü diqqətli burada toplayın da. Baş barmaq cəryan istiqamətdə, induksiya, bax indi saat əqrəbinin əksində. Daha rahat yadda saxlamaq bu formada. Onda deyirik ki, x olsa saat əqrəb istiqamət, nöqtə olsa saat əqrəb nəyə fırlanır? Əksinə. Bu da rahat metoddur. Yəni, sağ əl, sol əl bilməsəz də x olsa saat əqrəb istiqamət, nöqtə olsa saat əqrəbini əksin istiqamət. Söhbət anlayırıq, başa düşürük. Yəni, bütün işimizi bunun üzərində quracağıq. Bütün prosesi bunun üzərində quracağıq. Cəryan hara doğru axır, necə tapacağıq? Baxaq. Başqa bir sual formasına baxaq. Buranı müsbət verib, buranı mənfi verib. İçəri nə olacaq, çöl nə olacaq? Cəryan hansı üçlərin istiqamətidir? Desək, problem olsun? Hə, cəryan hansı üçlərin istiqamətidir? Müsbət üçlərin hərəkət istiqamətidir. Müsbət üçlərin hərəkət istiqamətdir cəryan istiqaməti. Bax, bu formada cəryan axacaq. Aydındır. Cəryan hara doğru axdı bu formada. Sağı x, solu nöqtə və ya bu formada çöl x, içəri nöqtə. Təsəvvür edə bilirik? Bəli. Çöl x, içərisi nə olacaq? Nöqtə. Bir şey anlaya bildik. Əli başa düşürsən? Doğru. İsmail başa düşürsən? Arası sıxıntı yoxdur ki. Başqasına baxaq. Sizcə hara müsbət, hara mənfidir? Uzun tərəf müsbət. Uzun tərəf, böyük tərəf müsbət, kiçik tərəf mənfidir. Cəryan hansı istiqamətdə axır həmişə? Müsbət üçlərin hərəkət istiqamət. Bu formada. İndi içəri nə olacaq, çöl nə olacaq? Niyə əzbəri danışır? Yoxla, nə bildik ki, baş barmaq cəryan istiqamətdə sağı x-dır, içəri x-ə düşür axı. İçəri x-ə düşür axı, hər tərəfdə. Tutdunuz mu söhbəti? Yəni, bu həmişə bu belədir. İçərisi x, çölü nöqtə yox, sağ x, sol nöqtə. Sağ x, sol nöqtə kimi bax bu formada baxa-baxa gedirik. Yaxşı. Buna birazdan tapışıq kimi verəcəm. Məsələn, tutaq ki, bizə deyir ki, x-dır, bir A nöqtəsində, məsələn, fikir toparlayam deyəcəz. Bura deyil, sonra deyib gülərik ki, narahat olun, nə də deyiləm, gülməklər edəcək. Deyir ki, x-dır, məsələn. X nə deməkdir? Sən hara doğru gedir? Şəkil müstəvisinə doğru gedir. Necə tapılır? Bu form. Deyir ki, bizim üçün A nöqtəsində yekun induksiya hansı istiqamət və ya malum induksiyası hara yönəlir? 4 barmaq hara, baş barmaq hara, cəryan istiqamət, 4 barmaq induksiya. Saat əqrəb istiqamətdə fırladacaq. Doğrudur. Gətirəcəm, oradan fırladacaq. O formada. Buradan gələndə hara doğru gedəcək? Aşağı. A nöqtəsindən aşağı gedir. Səndən soruşaq, A nöqtəsində hara gedəcək? Birdən soruşaq ki, B nöqtəsindən hara gedir? Sola doğru. Həm C nöqtəsində yuxarı. Tutabildik mi? Məsələn, nədir? Nöqtədir. Deyir ki, yenə A nöqtəsində hara yönəlir? Belə deyil, bəli. Aferin. Saat əqrəbinin nəyinə yönəlir? Əksi istiqamətdə. Hara yönəlir. Tutdu söhbəti, başa düşürük. Biraz başqasına baxaq. İkisini bir araya gətirək. Bura
x olsun. Qoy burada x olsun. A nöqtəsində yekun hara yönələcək? Bu saat diaqram istiqamətdə hər zaman və xətti haradan çəkin? Xətti A nöqtəsindən çəkin. Burada çəkməməyə çalışın. Səhv qurursunuz. Ona görə də xətti və məsələn A nöqtəsi verilir. Gətirib A nöqtəsindən başqa xətti çəkməyə. Saat diaqram istiqamətdə hara yönəldi? Aşağı. Buna yazaq. Məsələn bu birincisidir. Olsun B1. Bu da x-dir. Bu da hansı istiqamətdə yönələcək? Yuxarı. Bu da olsun B2. Onda B2 üçün bərabərdir vektor cəmiyyətdə əks olduğu üçün nə edirik? Çıxırıq, bəli, modulda B1 çıxısın B2 kimi. Başa düşürük. Biri x olsun, biri nöqtə və A nöqtəsində bura yerləşdirək. X da hara doğru gedir? Aşağı. Görürsünüz, A'dan çəkirəm. Siz də haradadırsa oradan çəkin. Nöqtədir. Hara doğru gedəcək? O da aşağıdır. Onda B2 nə olacaq? B1 isə gəl, B2. Bu 2 olsun, bu 1 olsun. B1, B2. Təsəvvür edə bilirik. Başqa nöqtəyə qoya bilərik. Heç bir fərqi yox. Bura x olsun, qoy burada x olsun. A nöqtəsi bu dəfə burada olsun. A'dan başlayıram, bunun üçün çəkməyə. Gəldi, bu istiqamətli bilərdi. İndi bunun üçün çəkirəm. Gəldi, bu istiqamətli bilərdi. B1 üçün bunların nəyinə yönəlir həmişə? Ortasına. Bilirsiniz ki, vektor cəmiyyətlərdə ortaya yönəlir. Buna B1 deyək, buna B2 deyək və ortaya yönəlmiş olur. Bilirsən, bu B1 oldu, B2 oldu, B2-ci bölümdə. Tutdu söhbəti. Fərq etməz. Nə olursa olsun, bunlara nə qədər istəyirsə yaza bilərik. Bəzən belə verə bilir. Nöqtə və A nöqtəsində bura olur. Və O nöqtəsi olur. Fərq yox. Nöqtədən başlayıram çəkməyə. Elə görə. Bu da nöqtədir. Bu da saat əqrəbməyə nədir? Əksini doğru. Yekun və bunların ortasına. Razılaşdıq. Nöqtədən çəkərsinizsə, səhv etməyəcəksiniz. Yox, nöqtədən çəkməyəcəksiniz, həmişə əyri çəkəcəksiniz. Yumurta kimi çəkəcəksiniz, nəm qəribə çəkəcəksiniz. Bu dəfə də alınmayacaq. Çalışın ki, nöqtəyə çatdırsa, nöqtə hissəsini çevrəyə tamamlayın ki, və çevrəyə toxunan istiqamətə yönləndirdik zaman cavabınız doğru çıxacaq. Niyyətdən çıxartmayın. Bunu unutmayalım uşaqlar. Hə, bir də görərsiniz ki, sizdən maqnitin burada istiqamətində soruşacaq. Tez-tez maqnitin istiqamətində soruşacaq. Maqnit hara yönəlir uşaqlar? Maqnitimiz normalda, maqnitimiz məsələn deyirik ki, yekun hara yönəlir? Yuxarı. Baxımda biz maqniti bura çəkəsi olsam, daxili maqnit. S-dən nəyə yönəlməlidir? Enə, buyurun, yuxarı yönəlir. Burada hara yönəlir yekun? Sağa. Onda burada maqnitin istiqamətini soruşsa bizdən, S-dən enə. Burada hara yönəlir? Aşağı. Maqnitin istiqamətini soruşa bilər bizdən, S-dən enə. Daxili maqnitdə S-dən enə, xaricdə enə, S-ə gedir. Bəli. Burada da yekunu çıxacaqsınız. Böyük hansı istiqamətdədirsə, maqnit o istiqamətdə yönələcək. Yəni S-dən enə həmən istiqamətində yönəlmiş olur. Keçən ilin qəbul imtahanında belə bir sual salmışdılar ki, nöqtə vermişdi, deyil maqnitlərin doğru istiqamətini göstər. Divəs salam. Buyurun da bu şəkildə. S, N. Və hanım başa düşürsən də S, N. Divəs salam. S, N. S, N. Bu şəkildə sən 1-də hara, 2-də hara, 3-də hara, 4-də hara deyə bu formada yönəlmişdir. Nəsə narahatsızlıq var mı? İstədiyin olsun, nə edirsən? Hansı istiqamətdə yönəldirsənsə, nəsə kompleks var, belə. Yani mikrofonumuz yok. Ne edirəm ki, mikrofon ihtiyac yox, belə ediniz? Tabii oldu. İhtiyac yox. Gedir, bəzən qoyuruq, bəzən qoyuruq. Şey- Sən edin özünü özün fikir tapı, tüm dərsin. Ben B2 ile B1'in farkı 0 olacak. 0 olsa 0 olmuş olacaq. Yok mu? Yoxdur. Bəli. Demək, bizim
B maqnit indüksiyamız uşaqlar bərabərdir. F amper bölünsün IL düsturudur. Vahidi Newton bölünsün amper bölünsün metrdir. Bu bizim için bir Tesla'nı verir. Tesla. Bizim B indüksiya vektorumuz F amperdən İ'dən və L'dən asılı deyil. Bunu unutmayaq. Bunlardan asılı deyil. Birimizin asılı olduğu kəmiyyətlər μ0, maqnit nüfuzluğu, maqnit sabiti, məsafədən olan zərər şiddəti və bölünsün məsafədən asılıdır. Məsafə ilə tərs, məsafədən olan zərər şiddəti ilə düz, maqnit nüfuzluğudur. Birazdan baxacağıq buna uşaqlar. Buradan μ bərabərdir. B bölünsün B0. Demək, vahidi yoxdur. Maqnit nüfuzluğu maqnit nüfuzluğudur. Əgər birdən kiçikdirsə, bunlara diamaqnit nisbətən zəif maqnitlərdir. Birdən böyükdürsə, bunlar paramaqnit. Birdən çox böyükdürsə, bu da ferromaqnit adlanır. Ferromaqnitlərdir uşaqlar, çox güclü maqnitlərdir. Çox güclü maqnitlər. Bir nöqtədə ferromaqniti qoparmaq çətin olur. Onun ən rahat qoparma üsullarından birisi metalı qızdırmaqdır. Metal qızarsa, ferromaqnit xüsusiyyəti itir. Ferromaqnit xüsusiyyəti itir, keçir paramaqnit xüsusiyyətinə. Nə zaman ama qızarsa, keçir paramaqnit xüsusiyyətinə. O temperatura kimi qızdıranda metaldakı keyfiyyət itir, yəni cazibə dediyimiz, yəni metal maqnit xüsusiyyəti itir, keçir paramaqnit xüsusiyyətinə. Həmən temperatura məhz Curie temperaturu deyilir. Həmən temperatura, hansı temperatur deyilir? Curie temperaturu məhz deyilir. Bəli. Görün mənə ferromaqnit xüsusiyyətinin temperaturları. Ferromaqnit xüsusiyyəti temperatur artan kimi keyfiyyət itirir. Aydındır. Bu başqa şey. Bunun yanında olacaq axırda deyirsən. Hamısı. Get diyorsun. Şöyle yazdım ben. Çıxacaq mı? Bakacaq şimdi maqnit xüsusiyyətini itirmə prosesinə. İtirib bitməməsinə baxalım. Neyse, buradan biraz İngiliz standartları. İngilizcə bax, bu da balaca.
Burası Bəhman. Biraz. Aslında ben hayat sevmişsin ama. Ha. Severim hayatı. What is your... Şey, olsun sana bakın. Bir televizyon Ha? Hansı? Sən bunu laf görəm sənə bura gəlir mi? Düşlərimi çox istəyirlər. Ha? Bunlarda o qızmaq varsa, bunlar beşə çıxar bilər qarşımızda. Ben masaya taşlar var. Ha? Baxın nə? Nədir bu? Ferromagnet. Nə yazmışsan? Metalın qızması, magnet də var. Magnet var mı? Baxaq, bir sən yoxlayaq. Yoxlayaq o zaman, bunları da yoxlayaq. Birbirimizi biliyoruz tabii. Sarımsak döktüm. Neyse, tapa bilmədik. Tapa bilmədik. No problem. İnşallah baxanda taparız. Var məndə balaca... Canım bana. Ha, burada var imiş. Balaca bir video var imiş. Baxaq görək. Aha. Bax, qızdıracaq. Bax, o xüsusiyyəti yavaş-yavaş itirir. Ürəyində o itirənlərdəndir. Bax, düşdü. O maqnit xüsusiyyəti itir, keçir, para maqnit xüsusiyyətinə. Həmən temperatura küri temperaturu deyilir. Soyanda nasıl təzən qayda? Bəli, həmin temperatur küri temperaturu deyilir. Hər metalın özünün küri temperaturu var. Hər metalın özünün məhz küri temperaturu var. Bunu yaddan çıxartmayın. Aydındır? Bəli. Bu maqnit nüfuzluğu bizim beynimizin asılı olduğu kəmiyyətləri bunlardır. Küri temperaturu və məsələn o temperatura qədər qızdıqdan sonra öz əvvəlki vəziyyətini bərpa etməsidir. Bəli. Uşaqlar, amper qüvvəsi. Bax, buradakı amperdir. F amperi tapsaq, I, B, L, sinus alfa üstündə var. Amper qüvvəsi. Bir nəfər tərif kimi sürətli yazsın, açsın qrupa amper qüvvəsinin tərifini bilməsəz, amper qüvvəsinə başa düşməzsiniz. Ümumiyyətlə tapa bilməzsiniz. Amper qüvvəsinin tərifini bilməsəz, tapa bilməzsiniz. Ona görə də amper qüvvəsinin tərifi vacib bir şeydir. Qeyd dəftərdə mütləq amper qüvvəsinin tərifini yazırsınız. Yazırsınız ki, amper qüvvəsi sol əl qaydasıyla tapılır. Sol əl qaydasıyla tapılır. Amper qüvvəsi sol əl qaydasıyla tapılır. Sol əlimizi elə tuturuq ki, 4 barmaq sürət cəryan istiqamətində, sol əlimizi elə tuturuq ki, 4 barmaq cəryan istiqamətində, induksiya vektoru ovuca daxil olsun, 4 barmaq
cəryan istiqamətində. İnduksiya vektoru ovuca daxil olsun. Açılan baş barmaq. Açılan baş barmaq amper qüvvəsinin istiqamətini göstərir. Açılan baş barmaq amper qüvvəsinin istiqamətini göstərir. 4 barmaq cəryan istiqamətində induksiya vektoru ovuca daxil olsun. Açılan baş barmaq induksiya vektorunun istiqamətini göstərir. Baxaq. Uşaqlar, bax cəryan yuxarı istiqamətdə axır. Məsələn, induksiyamızda bu formadadır. Burada da cəryan yenə yuxarı axır, amma nöqtəli bir ərazidir. Nədir? 4 barmaq cəryan istiqamətində. İnduksiya bax bu tərəfə gedir. Məndən şəkil müstəvisinə doğru gedir. Və düzdürmü? X bax ovucuna daxil olur. Açılan baş barmaq nə olacaq? Amper qüvvəsinin istiqamətini göstərir. Bax bu istiqamətdə. F amper. İndi induksiya ovuzmaq nöqtədir, əlbəttə gəlməlidir də. 4 barmaq cəryan istiqamətində o da cəryandır. 4 barmaq cəryan induksiya ovuca daxil olur, o bura gəlir də. Bəyər belə gedirdi. Bax, indi nətər ki, ön hissəsi ucda, belə gedir, belə tutmuşam. İndi oradan mənə doğru gəlir, belə tutmam lazımdır. 4 barmaq cəryan istiqamətində. İnduksiya ovucuma daxil olur, açılan baş barmaq amper qüvvəsinin istiqamətini göstərir. Tuta bilirik ki, misal, başqasına baxaq. Məsələn, yuxarısı maqnit, N qütbü, aşağısı isə S qütbü olsun. İnduksiya xətlərimiz N-dən nə olmalıydı? S-ə doğru. Bu B induksiya xətlərimizdir. Ortasında cəryan şiddəti bizdən şəkil müstəvisinə doğru getsin. Cəryan şiddəti budur. Bizdən hara doğru gedir? Şəkil müstəvisinə. 4 barmaq cəryan istiqamətində bu formada. İnduksiya hara daxil olur? Yuxarıdan aşağı ovucumuza daxil olur. Aşağıda məsələsi, yəni, belə nə aracaq, yəni, bilək nə aracaq, yəni, 4 barmaq cəryan istiqamətində induksiya ovuca daxil olur. Açılan baş barmaq nə olacaq? Bax, amper qüvvəsi istiqamətini göstərəcək. Nöqtə olsaydı, onda belə qoyacaqdır. 4 barmaq cəryan istiqamətində induksiya vektoru ovuca daxil olsun. Açılan baş barmaq amper qüvvəsi istiqamətini göstərir. Lap istəyirsinizsə, nöqtəni də sizə göstərir. Bura S qütbü olsun. Xətlərimiz N-dən S-ə doğrudur. B yüksək xətlərimiz. Cəryanımız bu dəfə bizə doğru gəlsin. Bu səviyyə işlədir. Baxın, 4 barmaq cəryan istiqamətində induksiya ovuca daxil olur. Yuxarıdan aşağı daxil olur. Açılan baş barmaq amper qüvvəsinin istiqamətini bizə göstərir. Elə olur ki, onların da çünki yuxarı aşağı getsin. Ümumi sağa yox. Əlbəttə ki, nə fərqi var? Amma heç bir fərqi yoxdur. Səndən asılı da belə qoya bilərik. Tamam, yenə belə eləyək. Bu dəfə buranı S qoyaq, buranı N qoyaq. Xəttlər nə olacaq? N-dən S-ə doğru. Razısa, xəttlər N-dən S-ə doğru. Cəryanımız hara doğru axsın? Məsələn, X olsun. Bizdən şəkil müstəvisinə doğru axsın. Düzdür? Bu cəryan şiddətidir. Bax, 4 barmaq cəryan istiqamətdə induksiya ovucuma neyir? Daxil olur. Açılan baş barmaq amper qüvvəsi. Açılan baş barmaq amper qüvvəsi istiqamətini göstərir. Aydın oldu. Tək başa düşürsün. Bunu başa düşmədin. 4 barmaq cəryan istiqamətdə göndər. İnduksiya ovucuna daxil olmalıdır. Və salam baş barmaq. Zahir başa düşürsən. Saçdırırsan məsələn. Zahir başa düşürsən. Və salam. Cəryanlarımız eyni istiqamətdə axarsa, cəryanımız eyni istiqamətdə axarlarsa, bunlar bir-birlərini cəzb edirlər amper qüvvəsi ilə. Əks istiqamətlərdə axarlarsa, bunlar bir-birlərini dəf edirlər. Amper qüvvəsi ilə də bunlar bir-birlərini dəf edirlər. Eyni istiqamətdə axarda cəzb edirlər naqillər, əks istiqamətdə axarda bir-birlərini dəf edirlər. Belə sual verir. Məsələn, tutaq ki, X-dır, burada X-dır, bura nöqtədir.
X eyni istiqamətdə axım deməkdir. Bunlar bir-birini eləyirlər, cəzb edirlər. X nöqtə. Bunlar bir-birini itələyirlər. Bu tərəf itələyir, bu tərəf itələyir. Bu tərəf itələyir, məhz, bunu da bu tərəf itələyir. Yekun həmişə bunların nəyinə yönəlməlidir? Əvəzləyici qüvvə ortasına yönəlməlidir. Yaxşımı? Təsəvvür edə bilirikmi? Başa düşürükmü? Lap yaxşı. Yekunlaşsın. Bizim deyəcəyimiz burada bir şey yoxdur. Bəli.